Yəni kanalımız qaytardı da efirə. Şəlalə xanım, üzr istəyirəm, haşiyədən bəlkə çıxaram sizə bir söz deyəcəm. Orada siz bayaq bir söz qeyd etdiniz, oxuduğunuz mahnılardan. Hər insanın bir xarakteri var, hər insanın bir təbiəti var. Deyib gülməyi də bacarıram, ünsiyyəti, dostlarım çoxdur, sənət yoldaşlarım. Amma hərənin bir yolu var. Mən hörmətlə yanaşıram musiqili meyxanalara, bəlkə gələcəkdə mən də oxuyaram. Amma mən biraz bayağı tərzdə mahnıları sevmirəm. Öz xarakterimi deyirəm. Mən biraz başqa cür mahnı, bəli, bugün mənim oxuduğum... Onda gündəmə gələ bilməyəcəksiniz. Bəli, oxuduğum mahnılar, indi oxuyacağım, az çox, yəni eşidəcəksiniz. Oxuduğum mahnılarla bəli, mən gündəmə gələ bilmirəm. Çünki təbiətimdən asılıdır. Yenə də deyirəm, mən biraz müəyyən şeylərdə qadağalarım var, toylara gedəndə qadağalarım var və buna görə də bir çox insanlar, bir çox musiqiçilər məni qəbul etmir. Bu mənim xarakterimdir. Mən bu sənətdə elə xalq artistləri, elə əməkdar artistlər tanıyıram ki, o xanımın şəxsən öz sambalına, geyiminə, münasibətinə görə ona hörmət eləyirlər. Və mən o səpkidə, o yolda gedib irəliləmək istəyirəm. Xanımın ürəyi doldu, eşə